May ayı üzrə xaricdə təhsil almış 421 müraciətçinin 369-u barədə müsbət, 52-si barədə isə mənfi qərar verilib. Diplomu tanınmayan tələbələr ya tədris yükünü mənimsəmək üçün təhsil aldıqları ölkənin ərazisində təhsilin normativ müddətindən az olublar, ya da fənlərin kredit sayı arasında uyğunsuzluq müşahidə edilib. Son zamanlarda kütləvi hal alıb reklamlarda Türkiyəyə münasibətdə qiyabi təhsil alma forması reklam olunur. Biz xüsusilə vurğulamaq istəyirik ki, Türkiyə qanunvericiliyində, təhsil qanunvericiliyində qiyabi təhsil alma forması mövcud deyil və təhsil keyfiyyət təminatı tərəfindən açıq öyrətim təhsil alma forma münasibətlərində tanınma həyata keçirilmir. Mühəndislik, müəllimlik və hüquqşünaslıq ixtisasları üzrə xarici ali təhsil dövlətlərin ali təhsil müəssisəsində təhsil almış vətəndaşlar bizə müraciət edirlər. Onların peşə tanınması bizim sifarişimizdə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş imtahan nəticəsində müəyyən olunur. Biz onlara 30 sual təqdim olunur, 30 sualdan 15 bal toplamış şəxslər müvəffəq uğurlu hesab olunur və onlara həm akademik, həm peşə tanınması şəhadətnaməsi verilir. Xaricdə təhsil almaq istəyənlər Təhsildə Keyfiyyət Təminatı Agentliyinin saytına daxil olaraq diplomu tanınmayan universitetlər və müraciət zamanı ən çox imtina alan universitetlərin siyahısı ilə tanış ola bilərlər. Əgər tələbə xaricdə təhsil alırsa və sonradan köçürülmə yolu ilə Azərbaycanda təhsil almaq istəyirsə, yeni qaydalara əsasən qismən tanınma haqqında şəhadətnamə də almalıdır. Xarici dövlətdən ali təhsil müəssisəsində natamam ali təhsil almış şəxslər Azərbaycan Respublikasının ali təhsil müəssisələrindən birinə transfer olmaq istədikdə onlardan tələb olunan sənədlərdən birisi qismən akademik tanınma şəhadətnaməsidir. Yəni bu transfer üçün müraciət etmək hüququ verir. Onu da biz veririk həmin şəhadətnaməni. Yəni vətəndaş təhsil aldığı ali təhsil müəssisəsindən qazanılmış kreditlərin sayını göstərən bir sənəddir. 30 iyun 18:00 son müraciət tarixidir. Təhsil məsələləri üzrə ekspertlər isə deyir ki, xaricdə təhsil alanlar ilk növbədə təhsil müddətinə diqqət etməli və distant təhsil almamalıdır. Çünki bu təhsil forması ölkə qanunvericiliyinə uyğun deyil. Pandemiya qlobal bir pandemiya dönəmi idi. Bu vətəndaş buradan gedib orada təhsil alamırdı. Bu onun hüququdur. Bu onsuz da ölkədən kənara çıxa bilmirdik. Pandemiya dönəmi istisna olmaqla qiyabi və distant təhsil üzrə təhsil alan vətəndaşın diplomunun tanınmaması. 2. Təhsil müddətinə uyğunsuzluq. Bu nə deməkdir? Bakalavr pilləsi üçün minimum 3-4 il tələb olunmalıdır. Bundan tez kvotada diplom almaq mümkün deyil. Deməli, bu şəraitlər, bu hallar olacaqsa, yenə də diplomun tanınmamasına gətirib çıxaracaq. Qeyd edək ki, diplomların tanınması üçün müraciət edənlərin çoxu xaricdə menecment, iqtisadiyyat, biznesin idarə edilməsi, maliyyə və beynəlxalq münasibətlər ixtisaslarını bitirib.